eteğinde olan seyri, güzelliği, arılarda zəhməti, o zəhmətin necə xuya buya yerinə yetirdiklerine diqqət edək. Hər çiçəyə gülə qonduqlarında minnətdarlıq hissiyle nektarı toplayıp şipşirin bala çevirdiklerine diqqət edək. Cəmiyyət halında yaşayıb yaradıb min bir meyvələrinin yaranmasında vasitəçi olan gözəllikləri görək və dərk edək. Sevgi dolu həyat yaşayaq və yaradaq. Ən əsası Allaha hər zaman təşəkkür edək. Yaşayaq özümüz üçün, gülək güldürək dünya üçün, sevgiyle bakın her tarafa. Gül eteğinde olan seri, güzelliği, arılarda zəhməti, o zəhmətin necə oxuya yerinə yetirdiklerine diqqət edək. Hər çiçəyə gülə qonduqlarında minnətdarlıq hissiyle nektarı toplayıp şipşirin bala çevirdiklerime diqqət edək. Gül eteğinde olan seri, güzelliği, arılarda zəhməti, o zəhmətin